kodlama problemi, yəni uşaqların dilindən desək, sürüşdürənlər neynəsinlər ki, imtahanda bu problem olmasın. Videomuzun mövzusu budur. Sizdən istəyəm odur ki, səhifəmi izləyin. Bismillah getdik. Bu problem yüzlərlə, bəlkə də minlərlə şagirdin böyük bir çətinliyidir. Məsələ bilirsiniz nədir? Məsələn, mən günlərlə zaman sərf edeyim. Bir həftənin içərisində zülüm çəkim, test işləyim, qayda öyrənim, dərsana baxım, cümlə üzvləri öyrənim. Gəlsin o da bir dənə 41-in qarşısına A yazmaqdan B yazıram, onunla da səhv olur. Diqqətlə qulaq asın. Bu problemi həll eləmək üçün ya müəlliminizdə hazır cavab kartı varsa, onu götürürsünüz, bir 20 dənəsini print eləyirsiniz. İndi ola bilər müəllimdir, yoxdur. Ne eləyə bilərsiniz? İnternetdən girirsiniz, sadəcə Google-dan axtarırsınız. Cavab kartı nümunəsi PDF yazdınız, həmin PDF indirirsiniz, biraz keyfiyyətli versiyasını. Gedirsiniz onu printerdə çıxarırsınız, bir 20 dənəsini və başlayırsınız. Əlinizdə varsa sınaq, yoxdursa hansısa bir şey, yəni onlayn bir sınağı da hər hansı bir şeydə götürürsünüz, işlədikcə birbaşa elə cavab kartını işləyirsiniz. Bu şəkildə yazım ora sonra köçür. İstəyirsən yaz üzərində, daha sonra cavab kartına köçür. Yəni hansını istəsən onu edə bilərsən. Bu sənin, yəni bu prosesi imtahana qədər heç olmasa bir 5-10 dəfə edin ki, imtahanda daha sizin elə bir sıxıntınız olmasın. Və işlədiyiniz vaxt indi də görəcəksiniz ki, neçə dəfə işlədikcə səhv etdikləriniz olacaq. Bir düşün ki, mən bunu imtahanda etsəydim nə olardı? Və onda mənə təşəkkür edəcəksiniz, dua edəcəksiniz mənim üçün. Ona görə uşaqlar, bunu mütləq eləyin. İmtahana qədər bir neçə dəfə bu dediyimi test edin. Bilirsiniz orada problem nədir? Yəni, problem odur ki, siz testi yazanda test belə düzülür də. Məsələn, burada şərt verilir, altında cavablar verilir. Məsələn, testi eyni köklü sözü göstərdir, altında cavablar. Amma imtahanda belə deyil. Rəqəm burada yazılır, məsələn 10 yazılır, qarşısında cavablayacaq, sıralı bu şəkildə gedir imtahanda, bu şəkildə kodlaşdırırsa. Ancaq biz testi işləyəndə şərti burada görürük, cavabları aşağıda görürük. Yəni, imtahanda cavablar qarşısındadır. Biz testi işləyəndə altında işləyirik. Buna görə də gəlir bizim kodlama problemimiz yaranır. Bax, onun üçün cavab kartından istifadə edin, məşqlə edin, problem düzəlib gedəcək. Bu arada bizim sürək qruplarımıza qoşularaq hər gün sınaq, test, canlı yayın və imtahana kimi maksimum təkrar etmək istəyirsənsə 055 597 0151-ə yazırsan, imtahana kimi hər gün davam edən canlılardan faydalanırsan. Hər birinizə tələbə olmağı arzulayıram. Bu qədər, sağ olun.